Deyirdilər ki, kənd adamı ki, kənd adamı. Yəni hara gedirsən nədir də deyirlər ki, xeyirli olsun getdiyin yer. Bu məsələyə də sonra gələcəm. Yəni uzun sözün qısası, sərhədsiz suallar. Və yaxud da ən çox xanımların şikayəti olur ki, yeni tanış olmuşuq və artıq mövzunu gətirir cinsi mövzuya. Bu nə dərəcədə doğrudur? Bəylər də deyirlər ki, onsuz da münasibətin sonu cinsi mövzuya gəlirsə, nədən bunu danışmayaq əvvəldən? Çünki bu, əgər münasibət sadəcə olaraq azad bir münasibət üzərində qurulursa, yəni sadəcə tanış olmaq üzərində qurulursa, heç bir ciddi gözlənti yoxdursa, ehtimal ola bilər, hətta ilkin görüşdən fiziki artıq təmas da ola bilər. Amma sırf ciddi münasibət düşünən insan üçün bu artıq sərhədləri aşmaq deməkdir. Sonra yeni tanışlıq mərhələsində abartılı qayğı göstərmək. Yemək yemisən, necə yatdın, yuxun rahat oldu mu, vaxtında yemək ye, özünü qoru, özünü soyuğa vermə. Xanımlar da bunu edir, bəylər də bunu edir. Və yaxud da ilkin tanışlıq mərhələsində, görüşdə özündən çox danışmaq, qarşı tərəfin sözünü kəsmək. Bir növ insanlar da var, həddindən artıq özünü pozitiv göstərər görüşə gedəndə. Bu bəy də ola bilər, xanım da ola bilər. Bəylər adətən münasibətin əvvəlində həddindən artıq çox zəng edər. Evə çatdınmı, liftə minirsən, çatdınmı, evə çatırsan, çatdınmı, necə qalxdı lift, xarab olmadı mı, hədiyyə atəşinə tutar, kimsə indi imkanı varsa hədiyyə atəşinə, kimsə imkanı yoxsa söz atəşinə tutar. Belə bir psixoloji bir təzyiq kimi də, sanki güya ki, onun hər şeyi ilə maraqlanır. Amma insanlar yeni tanış olublar. Və yaxud da qadınlar bunu pozitiv şəkildə edirlər. Görüşə elə gələrlər və elə gedərlər ki, sanki bir növ belə bir bomba partlayır, adam gəlir. Bu manipulyativ bir davranışdır. Bilərəkdən olunan süni pozitivlikdir əslində. İstəyir ki, getdikdən sonra, özündən sonra bir boşluq yaratsın. Bəzi bəylər də bu dostlar ilə məclislərdə bu davranışdan istifadə edirlər. Çəkilir və ani olaraq insan bir boşluq hiss edir ki, o adam var idi, həyatıma sanki işıq gəldi, sevinç gəldi, getdi, sıxıcı oldu, darıxdırıcı oldu. Bütün bunların hamısı ilkin tanışlıq mərhələsində baş verirsə, bu hamısı manipulyativ, bilərəkdən